Dmitriy Ivanoviç Mendeleyev 1834-cü ildə Rusiyanın Tobolsk şəhərində İvan Petroviç Mendeleyevin ailəsində anadan olmuşdu. Atası gimnaziyada müəllim kimi çalışırdı. Dmitri ailənin son beşiyi, 17-ci övladı idi. 17 övladdan 8-i uşaq vaxtı dünyasını dəyişmişdi. Mendeleyevin anası Mariya Dmitrievna Tobolsk vilayətində görkəmli ailələrdən birinin qızı idi. Ata öləndən sonra ana Aremzyansk kəndinə köçdü. Qardaşının kiçik şüşə fabrikinə rəhbərlik etməyə başladı. Təhsili olmasa belə qadın bu işin öhdəsindən gəlirdi. Son beşik olan Dmitri çox zəkalı idi. Ona görə ana oğluna gözəl təhsil vermək arzusunda idi. Dmitri ilə birlikdə Moskvaya yollandılar. Onlar araba ilə 2 ay yol getdilər. Dmitri imtahanları verib universitetə qəbul oldu. Lakin əyalətdən gələn oğlanı universitetə almaq istəmədilər. Ana məmurlarla 2 il mübarizə apardı. Sonda Dmitrini Peterburg Universitetinə qəbul etdilər. Bir müddətdən sonra isə anası dünyasını dəyişdi. Təhsil alan müddətdə Mendeleyev Moskvadakı dayısıgilə qonaq gedirdi. Dayısının evinə ədəbiyyatçılar, şairlər, alimlər toplaşırdılar. Dmitri təhsilini uğurla başa vurdu. Universiteti qızıl medalla bitirdi. Mendeleyevin önündə gözəl imkanlar açılmışdı. Peterburgda işləyə bilərdi. Elmi işlərlə məşğul ola bilərdi. Lakin Peterburgun rütubətli havası və tələbə olduğu zaman yaxşı qidalanmaması onun sağlamlığına ziyan vurmuşdu. Çox tanınmış bir həkimin yanında olan Mendeleyeva vərəm olduğunu dedilər. Mendeleyev ruhdan düşdü. Vərəmdən onun 3 bacısı və atası vəfat etmişdi. Həkim ona Krıma getməyi məsləhət gördü. Mendeleyev Krımda məşhur həkim Pirogovla qarşılaşdı. Pirogov Mendeleyevi müayinə edib dedi ki, onda heç bir vərəm yoxdur. 1852-ci ildə Mendeleyev Peterburqa qayıtdı. Ruh yüksəkliyi ilə həyatını davam etdirməyə başladı. Maraqlı işdə çalışdı. Doktorluq adını müdafiə etdi. Və əlbəttə ki, evlənməyi düşünürdü. Həmin zamanlar onun 23 yaşı vardı. Onu təhsil aldığı universitetdə müəllim kimi işə aldılar. Professorlar istedadlı olduğu üçün onu çox sevirdilər. 1859-cu ildə Mendeleyevi Avropaya ezamiyyətə göndərdilər. Mendeleyevin 25 yaşı vardı. Qeyderbergdə yaşayan Mendeleyev müxtəlif elmi kəşflər üzərində çalışırdı. Orada gözəl aktrisa Agnesa ilə eşq yaşadı. 1861-ci ildə aktrisa ona hamilə olduğunu bildirdi. Mendeleyev onunla evlənməkdən boyun qaçırsa da övladına baxacağını bildirdi və Peterburqa qayıtdı. Mendeleyev bir neçə universitetdə müəllim kimi çalışmağa başladı. Elmi məqalələr yazdı. Mendeleyev orqanik kimya haqqında kitab nəşr etdirdi. Buna görə Demidov mükafatına layiq görüldü. Həmin vaxt onun 28 yaşı vardı və o subay idi. Mendeleyev bacısının məsləhət gördüyü və özünün çox yaxşı tanıdığı Fyazova adlı qadınla evləndi. Qadın ondan 8 yaş böyük idi. 1862-ci ildə Mendeleyev İmperator Akademiyasında çalışmağa başladı. 1863-cü ildə Mendeleyevə təklif etdilər ki, spirtdə suyun miqdarını, faizini təyin etsin. O zamanlar
Rusiyada araq istehsal olunurdu. Hər arağın öz spirt faizi vardı. Mendileyev araqda olan spirtin faizini 38 təyin etdi. Lakin yadda yaxşı qalması üçün 38-i 40% etdilər və bütün Rusiyada Mendeleyevin təyin etdiyi 40%lik araq istehsal olunmağa başladı. 31 yaşında Mendeleyev universitetdə professor kimi çalışırdı. Övladları böyümüşdü. Ona görə Mendeleyev əyalətdə Bablovda özünə malikanə aldı. Kənd təsərrüfatı ilə maraqlanmağa başladı. 6 il Bablovda yaşayan Mendeleyev torpağın tərkibinə uyğun işlər görərək məhsul yetişdirirdi. Agrotexniki kəşflər üzərində uğurla çalışırdı. Onun yanına Rusiyanın müxtəlif yerlərindən insanlar gəlirdi. Məhsuldarlığın artırılması üçün ondan məsləhətlər alırdı. Elə həmin dövrlərdə Mendeleyev 63 maddənin atom yüksəlişini təyin etmişdi. Mendeleyev piknometr və aerostat cihazlarını da kəşf etmişdi. Peterburg Universitetində kimya fakültəsinin dosenti idi. Kimya texnologiyaları üzrə professor olmuşdu. Mendeleyev kitab cildləməyi, çamadanlara üz çəkməyi çox sevirdi. Bu onun hobbisi idi. Mendeleyev haqda gəzən ən böyük əfsanə kimya element cədvəlini yuxuda görməsi idi. Bu rəvayət tələbələr arasında çox məşhur idi. Lakin Mendeleyev özü demişdi ki, buna onun ömrünün 25 ili gedib. Mendeleyev fizika, kimya, iqtisadiyyat üzrə məşğul olan bir alim idi. Mendeleyev bir neçə dəfə Bakıda balıqxanada olmuşdu. O, boru ilə kerosinin ötürülməsini irəli sürmüşdü. O vaxtlar dünya üzrə neftin 50, Rusiya imperiyasının neftin 90%-i Bakıda çıxarılırdı. Sonra Bakıya Nobel qardaşları gəldi. Rəqiblərindən qorxaraq Mendeleyevdən xahiş etdilər ki, Bakıda neftin bitəcəyi haqda danışsın. Lakin Mendeleyev Nobelləri acgözlükdə günahlandırdı. Ona görə 3 dəfə Nobel mükafatına namizəd göstərilsə də, Mendeleyev Nobel mükafatı almadı. Şəxsi həyatında da durğunluq vardı. O artıq xanımını sevmirdi. Gənc bir tələbə qızla sevgi yaşayırdı. Dostları xanımından xahiş etdilər ki, Mendeleyevi boşasın. Xanımı bunu etdikdən sonra Mendeleyev həmin xanımla evləndi. 1890-cı ildə Peterburqda universitet tələbələri təhsil haqqının yüksək olduğu üçün ayağa qalxdılar. Mendeleyev onların tələblərini öyrəndi, məktublarını nazirliyə göndərdi. Lakin nazir məktubu oxumamış Mendeleyeva geri verdi. Bundan təsirlənmiş Mendeleyev 37 il çalışdığı universitetdən istefa verdi. 1890-cı ildə oranı qoyub getdi. Elmi işlərlə məşğul olmağa başladı. Saysız hesabsız məqalələrin müəllifi oldu. 1907-ci ildə isə 72 yaşlı alim soyuqladı və bir də ayağa qalxmadı. Tələbələrin çiynində son məzara yola salındı. Mərasimi hökumət öz üzərinə götürmüşdü. Mendeleyev akademik adını ala bilmədi. Nobellərlə dalaşdığı üçün Nobel mükafatına layiq görülmədi. Lakin o, hər sahədə uğur qazanan və dünyaya kimya cədvəlini bəxş edən bir şəxsiyyət idi.